Hörmətli fermerlər, hər birinizi bir daha salamlayıram. Azərland MMC olaraq start verdiyimiz agrotur layihəmizin növbəti dayanacağı Qax rayon Tasmalı kəndindəyik. Qax rayon Tasmalı kənd sakini Mirzəyev Sadi, kiçik sahibkar. Mən 20 ildən artıqdır bağda işi ilə məşğulam. Yəni kiçik sahibkarlıqla da belə desək. Yəni səhmədiyim toxumlar qalmıyor. Abi son neçə illərdir pioner toxumu mən hiss eləyirəm ki, toxumların şahıdır. Özüm də spitaniyaya apararaq etiraf elədim, gördüm bugünkü gündə pionerin də nəticələrini o biri toxumlarında. Ona görə də mən bugünkü gün bir kiçik sahibkar kimi pioner toxumuna üstünlük verirəm və onu əkinliyinə məşğulam. Təxmini 35 hektar yer əkirəm. Yəni çox da əkmişəm, az da əkmişəm. Yəni bugünkü gün bu ilki ildə 35 hektar əkib və indi onun məhsulunu gözləyirik çox. Bugünkü gün şükür Allah, toxum da gözəl toxumdur, pioner toxumu. Qağdalın özü də hələlik yaxşıdır. İnşallah da yaxşı məhsul gözləyirik bugünkü gün. Pioner toxumu həm nətər deyək, məhsuldarlığı üstün və çəki döymə qabiliyyəti üstün. Çünki bu pioner toxumunda çəki döymə qabiliyyəti bir ovuc toxumunu alarsansa, o gələcək nə bilim 300 qram. Bir ovuc pioner toxumu alarsansa, o gələcək 800 qram. Çünki onun çəki döymə qabiliyyəti o birilərdən çox üstündür. Yəni mən bax belə desək toxumu sətmişəm. Onu da səpmişəm. Sonra adını siz deyin. Müxtəlif sortlar toxumlar səpmişəm. Analiz eləyərək mən sırf pioner toxumunda dayandım. Çünki effektini görürəm, çəki döymə qabiliyyətini görürəm. Ona görə də bugünkü gün mən Qağdalın şahı pioner hiss eləyirəm. Bütün sahibkarlara da, fermer yoldaşlara da mən məsləhət görürəm ki, bugünkü gün pioner toxumundan başqa o biri toxumlar məhsuldarlıq ola bilər, çəki döymə qabiliyyəti zəif olacaq.